Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Cənab Məsud Pezeşkiyan. Hörmətli Cənab Prezident, əziz qardaşım, hörmətli qonaqlar, xanımlar və cənablar, bugün İran İslam Respublikasının Prezidenti Cənab Pezeşkiyanın Azərbaycana rəsmi səfəridir. Deyə bilərəm ki, səfər çox uğurlu keçir. Səfər zamanı əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər bir daha İran-Azərbaycan dostluğunu, qardaşlığını təsdiqləyir. Bir sözlə, bu rəsmi səfərin çox gözəl siyasi nəticələri vardır. İmzalanmış sənədlər arasında xüsusilə prezidentlər tərəfindən imzalanmış birgə bəyannaməni qeyd etmək istərdim. Çox ciddi sənəddir və gələcək əməkdaşlıq üçün bizə yol göstərən sənəddir. Və əlbəttə biz istərdik ki, bizim ticarət, iqtisadi əməkdaşlığımız da eyni nəticələri hasil etsin. Əfsuslar olsun ki, bugünə qədər bu belə olmayıb. Ancaq əminəm ki, bu səfərdən sonra və biznes forumun nəticələrindən irəli gələrək biz növbəti illərdə ticarət, iqtisadi, sərmayə qoyuluşu və digər bu kimi sahələrdə ciddi irəliləyiş görəcəyik. Mən şadam ki, hörmətli Cənab Prezidentlə bərabər Azərbaycana böyük biznes heyəti gəlib. 120-dən çox İrandan gələn iş adamı əminəm ki, Azərbaycanda öz həmkarları ilə artıq təmaslar qurublar və biznes forum nəticəsində real layihələr meydana gələcək. Əminəm ki, növbəti dəfə biz biznes forum keçirəndə bu toplantı salonu tam dolu olacaq. Halbuki indi də nümayəndələrin sayı az deyil, 400-dən çox iştirakçı iştirak edir biznes forumda və bu onu göstərir ki, qarşılıqlı maraq kifayət qədər böyükdür. Təbii ki, siyasi əlaqələr güclü olan halda biznes dairələri də buna uyğun şəkildə öz fəaliyyətlərini də qururlar. Və hesab edirəm ki, növbəti illərdə ticarət dövriyyəsinin artırılması üçün konkret addımlar atılmalıdır. Bugün biz statistik rəqəmlərə baxdıqda görürük ki, iki ölkə arasındakı ticarət dövriyyəsi heç 1 milyard dollara çatmır və əlbəttə ki, bu bizi qane edə bilməz. Ona görə ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu, müştərək məsələlərin yaradılması və digər buna oxşar təşəbbüslər əlbəttə ki, təqdirə layiq olacaq. Burada aparıcı rol hesab edirəm ki, İran-Azərbaycan hökumətlər arası komissiya məxsusdur. Komissiyanın fəaliyyətini mən yüksək qiymətləndirirəm. Komissiyanın həm sədrləri və üzvləri müntəzəm olaraq görüşürlər və hər bir görüşün böyük əhəmiyyəti var. İran və Azərbaycan eyni zamanda önəmli beynəlxalq layihələrdə iştirak edir. O cümlədən şimal-cənub nəqliyyat dəhlizi üzrə biz sıx əməkdaşlıq edirik. Və biz istəyirik ki, bu sadəcə olaraq nəqliyyat dəhlizi olmasın, yol boyunca yeni bizneslərin açılması üçün, yeni sənaye müəssisələrinin yaradılması üçün bu imkan yaratsın. Həm Azərbaycan, həm İran ərazisində. Və bunun üçün kifayət qədər imkanlar var. Çünki hər iki ölkənin çox böyük iqtisadi potensialı var. Hər iki ölkədə sahibkarlar sinifi kifayət qədər fəaldır. Sadəcə olaraq bizim iş adamlarımızı biz gərək bir araya gətirək, necə ki, bugün biz bunu edirik. Onlara konkret layihələr təqdim olunmalıdır. Ölkələrimizin
vergi sistemi, tariflər, sərmayə iqlimi, biznes sahəsindəki qanunvericilik, bütün bunlar iki ölkə iş adamlarına aydın olmalıdır. Yəni, qaydalar nədir, qanunlar nədir? Ondan sonra əlbəttə ki, böyük sərmayə qoyuluşundan söhbət gedə bilər. Mən hesab edirəm ki, uzun fasilədən sonra İran və Azərbaycan iş adamlarının belə mötəbər toplantısı, xüsusilə prezidentlərin iştirakı ilə biznes forumunun keçirilməsi çox ciddi bir addımdır. Və əlbəttə ki, bizim iş adamlarımızdan konkret nəticələr gözləyirik. Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştirak etməyə dəvət edirik. Burada həm dəmir yolları, avtomobil yolları, kommunikasiya xətləri, elektrik xətlər, bütün bu layihələr bizdə bugün əsas gündəlikdədir. Eyni zamanda erməni işğalından azad edilmiş ərazilərdə hal-hazırda geniş quruculuq işləri gedir. Biz demək olar ki, kəndləri, şəhərləri sıfırdan qururuq. Çünki işğal dövründə Ermənistan bizim bütün şəhər və kəndlərimizi yerlə yeksan etmişdir. Ona görə orada böyük iş imkanları yaradılır. Və istərdim ki, İrandan olan bizim dost, qardaş ölkədən olan biznesmenlər bu istiqamətdə də işləsinlər. Biz bugün müzakirə etdiyimiz məsələlər arasında elektroenergetika məsələlərinə də böyük diqqət ayırdıq. Burada təkcə elektrik stansiyaların tikintisi yox, eyni zamanda ötürücü xətlərin tikintisi məsələsi nəzərdə tutulur. Burada da bu sahədə təcrübəsi olan şirkətlər üçün yaxşı fürsətlər, yaxşı imkanlar yaradılır. Biz gələcəkdə iki ölkə arasındakı həm iki tərəfli, həm də ki, çox tərəfli qonşu ölkələrlə birlikdə formatda enerji mübadiləsi layihələrinə də baxa bilərik. Daha doğrusu, bugün artıq bu gündəlikdə duran məsələlərdən biridir. Azərbaycanda yaşıl enerjinin istehsalı prosesi artıq başlamışdır və bunun böyük gələcəyi var. Biz 5 il bundan sonra 6500 meqavat gücündə günəş, külək və su enerji potensialımızı ortaya qoyacağıq və bunun böyük hissəsi ixrac yönümlü enerji növləridir. Və bu istiqamətdə əlbəttə ki, indidən hazırlıq işləri aparılmalıdır. Və eyni zamanda Araz dəhlizi layihəsi böyük diqqət cəlb edir, həm bölgəmizdə, həm dünyada. Bu layihə ilə bağlı müxtəlif fərziyyələr, müxtəlif şayələr gəzir. Əslində buna heç bir əsas yoxdur, çünki bu sadəcə olaraq yeni bir nəqliyyat bağlantı layihəsidir və Azərbaycanı, onun əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə İran üzərindən birləşdirən bir layihədir. Burada eyni zamanda böyük tranzit imkanları yaranacaq. Bu sadəcə olaraq bu bölgənin layihəsi deyil. Biz hesab edirik ki, bu Asiyadan Avropaya uzanan nəqliyyat dəhlizinin bir qolu olmalıdır. Bir tərəfi Aralıq dənizinə, bir tərəfi Fars körfəzinə uzanan bir yeni nəqliyyat bağlantı dəhlizi olmalıdır və bir çox ölkələr bundan fayda götürəcək. Təbii olaraq bu layihənin ərsəyə gəlməsində əsas rol yenə də bizim ölkələrimizin üzərinə düşür. Və bu istiqamətdə Azərbaycan tərəfindən aparılan işlər demək olar ki, tamamlanıb. Araz çayı üzərində Azərbaycan tərəfinə düşən körpünün
inşası demək olar ki, hazırdır. O cümlədən sərhəd keçid məntəqəsinin inşası prosesi gedir və əgər hər şey istədiyimiz kimi olsa, bu ilin sonuna qədər avtomobil körpüsü istismara verilə bilər. O ki, qaldı dəmir yolu körpüsünə, bu məsələdə müzakirə mövzusudur. Biz dəmir yolumuzu artıq İran sərhədinə, Zəngilan, Ağbənd istiqamətinə gələn il çatdıra bilərik və təbii olaraq İran ərazisində dəmir yolu inşası da nəzərdə tutularsa, o zaman bu da beynəlxalq nəqliyyat dəhlizi olacaq. Yəni, çox geniş perspektivlər açılır və bütün bunları həyata keçirmək üçün əsas amillər var. Birinci, İran-Azərbaycan arasındakı dostluq. İkinci, qarşılıqlı siyasi iradə. Üçüncü, bu layihələrin bir çox ölkələrə xidmət göstərməsi və qarşılıqlı fayda verməsi məsələsidir. Bu əsas məsələlərdən biri olan layihələrdir. Təbii olaraq kiçik, orta sahibkarlığın inkişafı da təbii bizim həmişə diqqətimizin mərkəzində olub və hesab edirəm ki, biznes dairələri, İran-Azərbaycan iş adamları rəhbərlikdən, yəni siyasi rəhbərlikdən gələn bu mesajları düzgün qəbul edəcəklər və öz fəaliyyətində bunu rəhbər tutaraq konkret iş görməklə bizim ticarət-iqtisadi əlaqələrimizi daha da gücləndirəcəklər və yenə də ümid edirəm ki, növbəti dəfə biz burada görüşəndə bu salon tam dolu olacaq. Bir daha xoş gəlmişsiniz, hörmətli cənab prezident, əziz qardaşım, hörmətli İranlı dostlarımıza da xoş gəlmişsiniz deyirəm. Sağ olun. بسم الله الرحمن الرحیم. قبل از هر چیز مجددا تشکر Azərbaycan Respublikasının möhtərəm prezidenti, əziz qardaşım cənab İlham Əliyevə bizə göstərdikləri qonaqpərvərliyə, bizi səmimi qarşıladıqlarına, qarşılıqlı əlaqələrimizin konstruktiv şəkildə davam etməsi ilə əlaqədar ümidverici bəyanatına görə bir daha təşəkkürümü bildirirəm. Burada sizin xidmətinizdəyik və inanırıq ki, əlaqələrimiz əvvəllər olduğu kimidir. Biz onsuz da bir yerdəydik. Aramızdakı sərhəd elə bir qonşu və ailə arasında olan sərhəddir. Hərəsi bir tərəfdə bir divar və bir qapıya malikdir. Amma həmişə bir yerdədirlər. Bir-birini görürlər və bir-biri ilə əlaqələrə malikdirlər. Biz gərək bir-birimizə kömək edək. Azərbaycan xalqı və İran xalqı üçün nailiyyətlərimizi, istehsalımızı, elmimizi və mədəniyyətimizi qarşılıqlı olaraq bölüşək və ondan faydalanaq. Hər iki tərəfin qazanacağı bir mühiti yaradaq. Əziz qardaşımın vurğuladığı kimi, Azərbaycan və İran nəqliyyat marşrutlarının kəsişməsində yerləşən ölkələr olaraq aramızdakı əsas nəqliyyat dəhlizlərini və marşrutlarını bizimlə Rusiya arasında şimal-cənub, həmçinin şərq-qərb nəqliyyat marşrutlarını həyata keçirə bilərlər. Bu isə ticarətin, elmin, mövcud təcrübənin və texnologiyanın ötürülməsinə lazımi şərait yaradır. Bizim bir çox qonşu ölkələrin rəhbərləri ilə görüşlərimdə
همیشه این ایده رو مطرح Həmişə belə bir ideyanı qaldırmışam دانشجو بودیم və bu hətta tələbəlik illərimdə də daim beynimdə olub ki, میتونیم با هم دیگه سواری قطار niyə biz birlikdə bir qatara minərək بریم آذربایجان بریم Pakistandan İrana, Azərbaycana, Türkiyəyə, چه مشکلی İraqa, داریم میتونیم این ارتباطات Ərəbistana səfər etməyək. رو خیلی راحت با هم Axı bir-birimizlə bu əlaqələri rahat şəkildə yaratmaq üçün مجموعی از nə کشورهای problem var ki? اسلامی با فرهنگ‌ها و تمدن Oxşar mədəniyyət və sivilizasiyaya, qədim tarixə və qohumluq əlaqələrinə malik İslam ölkələri, bütün qonşularımız bir-biri ilə bir neçə min illik əlaqələrə malikdir. هستیم همه همسایه Nəyə görə biz با هم دیگه belə əlaqələr üçün münasib mühit yaratmayaq? چرا نباید ما بتونیم Belə bir mühitin yaradılması üçün ilk addım ticarətlə, آماده سازی یه چنین mədəniyyətlə, قدم اولش با elmlə تجارت başlayır. شروع میشه. با فرهنگ شروع میشه با علم شروع میشه دانشگاه های ما میتونن با هم دیگه Universitetlərimiz bir-biri ilə əlaqə yarada, به هم دیگه elm, texnologiya فرهنگ در علم در تکنولوژی və mədəniyyət sahələrində əldə etdikləri təcrübələri bölüşə bilərlər. تولیداتشون مهارت‌هاشون و نیازهای منطقه برای Ticarət və تجارت sənaye sahələrində çalışan insanlarımız بازار bu istiqamətlərdə təcrübələrini ما رو بی‌نیاز است تمام دنیا regionun və bizim özümüzün ehtiyaclarımız üçün برای آذربایجان bir-birini ötürsünlər. برای ایران این بازار برای پاکستان برای Regionumuzda mövcud olan bazar bizim ehtiyacımızı təmin edir və bütün dünyanı təmin edə bilər. خودمون درست کنیم Bu bazar İran üçündür, Azərbaycan üçündür, Pakistan üçündür, Əfqanistan üçündür. تجار ما Biz özümüz üçün belə bir bazar yarada bilərik və bu bizim iradəmizdən asılıdır. سرمایه‌گذاری مشترک Bizim iş adamlarımız, tacirlərimiz, Azərbaycandakı siz əzizlər bir-birinizlə müştərək olub, birgə investisiya qoyuluşunu həyata keçirin. Biz Azərbaycanda, siz İranda, biz və siz İraqda, Pakistanda, Pakistanlılar isə bizimlə, yəni bir-birimizlə sıx əlaqələrə malik bir دیگه منتقل کنیم birlik yarada bilərik. میتونیم آینده Daha sonra yollarımızı açarıq. Mövcud texnologiyanı, بسازیم که پر از امید təcrübəni, elmimizi bir-birimizə ötürə bilərik. توسعه و آزادگی امنیت منطقه Rifahın, ما sülhün və sabitliyin, inkişafın və azadlığın mövcud olduğu bir gələcəyi بزرگان özümüz, میتونن با هم بشینن bölgəmiz مشکلات و اختلافات خودشونو və cəmiyyətlərimiz üçün yarada bilərik. اون پایین یه عده‌ای Regionun هستن که təhlükəsizliyini که البته به نظر biz من özümüz qoruya bilərik. قانون دارن تحت Başqa yerdən gəlib bizim üçün təhlükəsizliyin yaradılmasına ehtiyacımız yoxdur. و در منطقه Böyüklərimiz bir yerdə oturub problem və ixtilafları həll ediblər. ما نباید İnanmıram ki, yuxarı səviyyədə ixtilaf mövcud olsun. Aşağıda bəziləri var və əlbəttə onları da xaricdən təhrik edirlər. بهانه‌های مختلف İstəmirlər ki, eyni mədəniyyət və ənənələrə malik qonşu ölkələr arasında və bölgədə sağlam əlaqələr yaransın. یه عده آدم‌ها دلشون نمی‌خواد Biz aramızda mövcud olan uzun tarixə malik sağlam əlaqələrin bəziləri tərəfindən müxtəlif bəhanələrlə pozulmasına və pisləşməsinə imkan verməməliyik. اینه اگر İranda, elə öz cəmiyyətimizdə bu hadisələrin baş verməsini ürəyi istəməyənlər var. و ما با هم در Ehtimal ki, ola bilər burada da olsun. ارتباطات Ehtimal ki, صمیمی و عمیقی داریم. İraqda, Əfqanistanda da ola bilər olsun. هنرمندان ما با هم Lakin vacib olan odur ki, ticarət və investisiya bir-birini tamamlasa və biz təhsildə, sənayedə, elmdə, mədəniyyətdə səmimi və dərin əlaqələr qura bilsək, idmançılarımız və incəsənət xadimlərimiz bir-biri ilə görüş keçirsələr, əlaqələri olsa, از صبحی که اومدیم sülh və təhlükəsizlik dolu bir region yarada bilərik. اعلام کردیم که ما Mən burada əziz qardaşım, möhtərəm cənab prezident İlham Əliyevin yanındayam. سر ما و آذربایجان میتونیم İlk saatlardan bir-birimizə səmimiyyətimizi və sədaqətimizi bildirdik. Bütün sahələrdə əməkdaşlıq etməyə hazır olduğumuzu bildirdik. ما در جایی قرار گرفتیم Bizim və Azərbaycanın ərazisi şərqin qərbə, şimalın cənuba birləşməsi üçün dörd yol ola bilər.
Biz elə bir coğrafi məkanda yerləşirik ki, bu bağlantıları bərqərar edə bilərik. Belə bir iş təbii olaraq avtomobil yolu, dəmir yolu, liman, ticarət əlaqələri, ha belə keçə biləcəyimiz sərhədlər istəyir. Əlbəttə, rabitə və proqram təminatları sistemlərinin mütləq şəkildə öz prinsipləri var. Birlikdə əyləşə və bunları planlaşdıra bilərik. Rahat, etimad və arxayınlıqla irəliyə gedə bilərik. Qəti və mütləq şəkildə bir-birimizin ərazi bütövlüyünə, siyasətinə və təhlükəsizliyinə hörmət etməliyik. Bir-birimizin daxili işlərinə müdaxilə etmək niyyətimiz olmamalıdır. Bu bizim inandığımız amildir. Qardaşımla danışıqlarda doğmalıq hissinə malik oldum. Biz burada həqiqətən qardaşlıq və qohumluq hiss edirik. Qonşuluqla yanaşı, bura bizim üçün həqiqətən də fərqli yerdir. Mənim Avropaya və ya Afrikaya getməyimlə Azərbaycana gəlməyim arasında böyük fərq var. Ümumiyyətlə, müqayisə olunası deyil. Yəni, bura o yerdir ki, adam mədəniyyəti, dili və insanları ilə tanış olduğunu hiss edir. Yeməyi, ümumiyyətlə hər şeyi tanışdı. Baxırsan və elə bilirsən ki, səninkidir. Bu tanışlıq hissinin nəticəsi olaraq həqiqət, birlik və yoldaşlıq hissləri qanunlarda, qaydalarda və əlaqələrdə də özünü göstərməlidir. Biz bu amilin özünü göstərməsinə hazırıq və qərarlıyıq. Mən bugün səhər bura gəlməmişdən əvvəl ali rəhbərin qəbuluna getdim. O da sizə salam göndərdi və təkid etdi ki, buradakı bacı və qardaşlarımızla əlaqələrimizi daha səmimi və dərin edək. Bu ali rəhbərin inancı və etiqadıdır. Mənə verdiyi tövsiyədir. Burada olmağımız bir-birimizlə əlaqə qurmaq üçündür. Mən inanıram ki, biz əl-ələ verərək problemlərimizi həll etməyə qadirik. Bütün sahələrdə qüdrətli ölkələrə çata bilərik ki, onların özləri də bunu təsəvvür edə bilməzlər. Kifayətdir ki, bir-birimizə etimad göstərək, elmimizi, təcrübəmizi, bacarıqlarımızı bölüşək, cəmiyyətlərimizi inkişafa, baş ucalığına və vəhdətə çatdıraq. Əminəm ki, əgər bizim istehsalçılar və investorlar bir-biri ilə şərik olsalar, qarşılıqlı investisiya yatırsalar, çərçivə və qaydalarda vahid baxışa nail olsalar, regionumuzda kənar qüvvələrin varlığına ehtiyacımız olmayacaq. O yerdə ki, bir sərhəddən digər sərhədə iqtisadiyyat və ticarət hərəkət edir. Artıq o sərhəddən silah və hərbi qüvvə keçməyəcək. Ticarət təhlükəsizlikdir, sülhdür, qardaşlıqdır. Biz bunu ölkələrimizin qanunlarını, bir-birimizə hörməti və ya məhdudiyyətlərimizi, üzürlərimizi qəbul etməklə gücləndirə bilərik. Mən əziz qardaşım, möhtərəm cənab Prezident İlham Əliyevə, bizə və ümumiyyətlə İrandan gələn əzizlərimizə göstərdiyi qonaqpərvərliyə görə minnətdarlıq edirəm. Həqiqətən də minnətdarlıq ediləsidir. Ümid edirəm ki, bu növbəti uğurun başlanğıcı olacaq. Şəhriyardan 2 kəlmə şeir deyərək sözlərimi tamamlayıram. Bir uçaydım bu çırpından yelinə, bağlaşaydım dağdan aşan selinə, ağlaşaydım uzaq düşən elinə, bir görəydim ayrılığı kim saldı. Ölkəmizdən kim qırıldı, kim qaldı? Mən sənin tək dağa saldım nəfəsi. Sən də qaytar göylərə sal bu səsi. Bayquşun da dar olmasın qəfəsi. Burada bir şer darda qalıb bağırır, mürvətsiz insanları çağırır. Sağ olun.